tez döyünməsi, təzyiqin yerində normal olmaması, ritm pozğunluqlarına qədər gətirib çıxara bilər. Bəs qan azlığının hansı növləri var? Hər kəs qan azlığını ya da bir çox insan qan azlığına müxtəlif konkret qida maddələrini yeməklə düşünürlər ki, öhdəsindən gələ bilərlər, amma bəzən vəziyyət çox kritik ola bilər ki, xəstəyə qan köçürülməsi lazım da gələ bilər. Və hər verdiyimiz qida, daha doğrusu yediyimiz bir şey bütün qan azlığı durumlarında kömək etməyə bilər. Çünki bunun fərqli növləri var. Əvvəla, müəyyən substratın çatışmazlığına bağlı olaraq. Məsələn, dəmir çatışmazlığına bağlı olaraq anemiya görünür, yəni qan azlığı. Bu zaman ümumiyyətlə qan hüceyrələrinin tərkibində olan hemoqlobinin yaranmasında dəmir elementi çox böyük rol oynayır. Və hemoqlobin özünə oksijeni birləşdirib orqanizmdə toxumlara çatdıran bir molekuldur. Və dəmir çatışmazlığı anemiyası zamanı isə hüceyrələr yaranır, ancaq bu hüceyrələr xırda olur